Rusiya ilə Qərb arasında hərbi siyasi qarşıdurma artıq açıq hədələr mərhələsinə keçib. Tərəflər bir-birinə faktiki olaraq müharibə anonsu verən bəyanatlar ünvanlayırlar. Liderlərin bu kəskin ritorikası arxasında hansı real təhlükələr dayanır və son saatlarda qitədə hansı insidentlər qeydə alınıb? Berlindən xüsusi müxbirimiz Günay Məmmədova bunu deyəcək bizə. Günay, eşidirik sizi də. Buyurun. Bəli, Rusiya və Avropa arasında gərginlik artıq kritik həddə çatıb deyə bilərəm. Tərəflər rəsmi səviyyədə bir-birlərinə ən sərt bəyanatlarını ünvanlayırlar. Prosesin həddə-qorxu dilinə keçməsini Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin son açıqlaması da təsdiqləyir. Medvedev Avropa İttifaqı ölkələrini açıq şəkildə hədələyərək bəyan elədi ki, Avropa liderləri öz dövlətlərini Rusiya ilə birbaşa müharibəyə sürükləyiblər. O, Avropa vətəndaşlarına müraciət eləyərək dinc yuxunuz başa çatdı, hər şey hazır olun mesajını verib. Moskvadan gələn bu açıq hədəyə cavab isə özünü çox gecikdirmədi. Polşanın baş naziri Donald Tusk bildirdi ki, Polşa, Baltikyanı ölkələr və indi də Rumıniya Rusiyanın ardıcıl hibrid təxribatları ilə üzdədir. Tusk NATO müttəfiqlərini, Medvedevin sözlərini və mövcud faktları nihayət ki, son dərəcə ciddi, yəni real müharibə təhlükəsi kimi qəbul etməyə çağırdı. Bu bəyanatların fonunda səmada real hərbi insidentlər yaşanmaqdadır. Qeyd elədiyim kimi, Rumıniyanın Qalat şəhərində Rusiyaya məxsus zərbə dronunun yaşayış binasına çırpılması bu gərginliyin göstəricisidir. Paralel olaraq bugün səhər saatlarında Almaniyanın München hava limanı da naməlum dron şübhəsi ilə fəaliyyətini müvəqqəti dayandırdı. Qeyd edeyim ki, Almaniya Silahlı Qüvvələrinin baş komandanı Karsten Breuer də vəziyyəti tamamilə konkretləşdirərək xəbərdarlıq elədi ki, 2029-cu ilə qədər Rusiyanın NATO ərazilərinə geniş miqyaslı hücumu üçün bütün imkanları tam hazır olacaq. Beləliklə qarşılıqlı bəyanatlar və son insidentlər göstərir ki, gərginlik davam edir. Çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə. Çox sağ olun Günay.